Hər vaxtınız xeyirli olsun. Həsrət və Ümid verilişinin daimi izləyiciləri. Hər birinizi salamlayıram. Biz artıq neçə gündür Salyan rayonunun Qarabağlılar kəndində Tarp cəmaatı ilə görüşürük. Orada yaşayan ağsaqqallarımızla, ağbirçəklərimizlə, ziyalılarımızla həsrət və ümid verilişi üçün öz xatirələrini paylaşırlar. Mən inanıram ki, indi təqdim edəcəyimiz əslən Qərbi Azərbaycan Terp kəndindən olan bir ailə ilə görüşürük. Amma bu ailənin fərqli bir tarixi var, fərqli bir duyğu düşüncəsi var. Çünki bunların ailəsində bu şəhid ailəsidir. Cabbarov Zeynalabdin əmi Qəriboğlu, onun qardaşı Ağamaliyev İskəndər Qəriboğlu və şəhidimiz şəklində görürsünüz. Allah rəhmət etsin şəhidimizə. Ağamaliyev Qüdrət Qəriboğlu. Qüdrət qardaşımız 93-cü ildə vətənimizin azadlığında mübarizəyə qalxmış, 1994-cü ildə şəhidlik məqamına çatmışdır. Allah bütün şəhidlərimizə qəni-qəni rəhmət eləsin, məkanları cənnət olsun. Zeynalabdin əmi, necəsiz? Nətəsiz? Allah canınızı sağ eləsin. Allah Teala həmişə sizi xeyir işlərdə, belə xoş günlərdə qarşılaşaq. Allah Teala şəhidlərimizə də Allah səbir versin əmi. Üzürlü hesab eləyin. Biraz kövrülərəm. Ona görə ki, bizim çətin günlərimiz olub. Qardaşımız vətən uğrunda çalışıb, müharibəyə gedib, Ağdərə uğrunda döyüşüb, 3 evladı qalıb. Biz çətinliklə onun ailəsini saxlamışıq. Bizim ulu babalarımız 1923-28-ci ildə Qərbi Azərbaycanın Terp kəndindən ermənilərin təcavüzəsi nəticəsində Rusların köməkliyi ilə bizim kəndlərimizi, elimizi, obamızı oradan qoruyublar. Biz də məcbur olub qaçqın düşmüşük, köçüb gəlmişik. Əvvəlcə Bərdə rayonunda məskunlaşıblar. Sonradan isə onların çətinliyi olub, oradan da köçüb gəliblər Qarabağlı kəndinə, burada məskunlaşmışıq. Ulu babalarımız həmişə arzuları o yerlərə qayıtmaq olub. Arzu ediblər ki, kaş o cür gözəl şəraitdə yaşadığımız yerləri, malımızı, heyvanımızı, ondan sonra evlərimizi söküblər, dağıdıblar. Ermənilər bizə olmazın təcavüzünü eləyiblər. O vaxtı bizim demək babamız oradan gələn vaxtı Qara Çoğuna düşüblər. Qara Çoğuna ki, babamın bacısı bir dənə qadının, uşağın qarın üstündə açıb, məcburiyyət qarşısında açıb qaçmasını görüb, uşağı götürüb, gətirib saxlamışdı. O uşaq sonradan böyüyüb bizim kəndimizdə yaşamışdı. Miraziz baba, onun kümbəzi də var burada, ağır seyid olubdu. Onu biz saxlayıb həmən vaxtı körpə uşağı məcbur olub qarın çoğunun içərisində qaçqınlıqda qoyub qaçıblar. O gör bizim əhalinin başına nə müsibətlər gətirirlər. Gül kimi torpaqlarımız olub, çaylarımız, ondan sonra bulaqlarımız orada.
malımız, heyvanımız deyir qalıb. Danışırdılar mənə ulu babalarım həmişə orada olan şəraitlərin o ermənilər bizim başımıza gətirdikləri müsibətləri danışırlar, eşitmişik. Bəli. Allah canınızı sağ eləsin. Çox sağ olun. Zeynalabdin əmi, mən verilişdən əvvəl də sizlə söhbət eləyəndə bir daha təkrar onu demək istəyirəm. Sizin ailəniz çox təəssüflər olsun ki, digər ailələr kimi Qərbi Azərbaycanın Paşalı rayonunun Terp kəndindən ilk deportasiya 1928-ci ildə oradan babalarınız o torpaqlardan biraz əvvəl qeyd etdiyiniz kimi mənfur ermənilər Hayla tərəfindən öz Dadabba torpağından çıxarılırlar. Bu acınacaqlı bir vəziyyətdir. Siz oradan köçərkən dediniz keçmişsiniz Bərdiyə, sonra keçmişsiniz Qarabağlıya. O dövrdən babanızdan eşitdiyiniz kənd cəmiyyəti haqqında, oradakı vəziyyət haqqında biraz daha ətraflı məlumat verə bilərsinizmi ki, bu hadisələri necə xatırlayırdılar? O belə xatırlayırlar ki, Rusların köməyi ilə, Rusiyanın köməyi ilə, Çar Rusiyasının köməyi ilə ermənilərə kömək verib, silah verib, bizim Azərbaycanlıları, Türk millətini Ermənistandan oradan qovalayaraq erməni mənfurlarını o ərazilərə yerləşdirmək məqsədi ilə bizim demək Türk dünyasını parçalamaq, bölmək, ondan sonra onları demək deportasiya eləmək məqsədi ilə bizi oradan qovalayıblar, bizim cəmaatım. Bax, mən orada yaxşı günlərimiz, yaxşı torpaqlarımız olub, yaxşı ev-eşiklərimiz olub, həyat bacamız olub, bulaqlarımız, dağlarımız, mal heyvanımız, heyvandarlarla məşğul olublar ata-babalarımız. Dolanışacaqları yaxşı olub. Bura gəliblər, çətinliklərə düşüblər, çox çətinliyə görüblər. Mal heyvanları məhv olub. Ondan sonra gətirdikləri urzuları zadlar əllərindən çıxıb. Burada hanelib, özlərinə gürtüva salınca əzab əziyyətlər çəkiblər. Çox çətinliklər olub. Zeynalabdin əmi, neçə yaşınız var? Mənim 74 yaşım var. Allah can sağ versin. Zeynalabdin əmi, artıq siz qeyd etdiniz, yəni o torpağa elə verilişdən əvvəl də danışdıq. Mən dedim, əmi, bundan saxlayın verilişəm. Siz getdinizmi Qərbi Azərbaycana o dövrlərdə? Yox. Belə imkan oldu mu belə? Yoxsa sırf xatirələr yaşadı? Amma Yerevanın özünə getmişəm mən. Mən demək, ulu babamın əmisi oğlu Masisdə yaşayırdı. Ora getmişik. Biz gəzməyə getmişik ora. Yerevanın özünə getmişəm, gəzmişəm. Orada olmuşsunuz. Gözəl bulaqları, gözəl şəraitlərin olmağını görmüşəm orada yaşayırdı. Sonra da müvəqqəti ermənilər bizə bir şey ki, mağazinə gedəndə o demək babamın xalası nəvəsi ilə mağazinə gedəndə mənə deyirdi ki, sən danışma ilə onlar pis baxırlar bizə. O yazıq məcbur olub erməni dilində danışırdı ki, məni onlar hiss eləməsin, bilməsinlər ki, mən Azərbaycanlıyam. Bəli. İskəndər qardaşım, zəhmət olmasa artıq Zeynalabdin əminlə bu mövzunu biraz artıq o duyğu düşüncəsini paylaşdığına görə sözü kəsmək istəmədim. Zəhmət olmasa siz ailəniz haqqında, atanız, ananız, qardaş bacınız haqqında məlumat verədiniz. Mən də öz təşəkkürümü bildirirəm sizə. Gəlib bizi işıqlandırırsınız, televiziya vasitəsilə məlumatlandırırsınız ki, bizi tanıtmaq üçün bu verilişi hazırlayırsınız. Sizə qabaqcadan öz minnətdarlığımı bildirirəm. Əziyyət çəkmişsiniz. Biz təşəkkür edirik. Çox sağ olun. Çox sağ olun ki, gəlib bizi işıqlandırırsınız. O zamanlarda elə bizim atamız, babamız Qərbi Azərbaycandan olan insanlar olublar. Məcburiyyətdən köçüb gəliblər və qardaşımın qeyd elədiyi kimi Bərdə rayonuna, oradan da Qarabağlı məskunlaşmışıq. Bəli. Atanızın adı, ananızın adı, qardaş bacınızın adı? Qərib atam, Cabbar oğlu. Bəli. Qardaşım Zeynalabdin. Anamız adı familiyası? Ağamaliyeva Qəmər, qara kişi qızı. O da əslən Ağdam rayonundan. Ağdam rayonundan, bəli. Bəli. Neçə qardaş, neçə bacı olmuşsunuz? 5 qardaş, bir bacı olmuşuq. Bir şəhidimiz Qüdrət, Zeynalabdin əmi, siz başqa?
Kardeşimiz olup, bir bacımız olup. Talib, Ha. bir de Mətləb. Ha. Hal-hazırda Rusiyada yaşayır. Bacımız da ki, indi hal-hazırda məskunlaşıb Ağdam rayonunda. Hə. Allah can sağlığı versin. Cəmi dünyasını dəyişənlərimizə qəni-qəni rəhmət eləsin. Şəhid ailəsi olmaq çətindir. Həqiqətən çətindir. Mən neçə dənə şəhid ailələrlə görüşdüm. Zeynəb əmini necə ki göz yaşdan saxlaya bilmədi. Verişdən əvvəl sizin də İskəndər əmi duyğulandığınız kimi, yəni bizi qarşılarkən belə biz şəhid ailəsini gəlmişik ziyarət edəndə siz duyğulandınız, qəhər sizi boğdu. Çox ağırdı. Allah şəhidlərimizə qəni-qəni rəhmət eləsin. Biz şəhidimizdən başlayaq. Qüdrət qardaşımızdan başlayaq. Onun həyat yolu necə oldu? Nə vaxt getdi əsgərliyə? Onu necə xatırlayırsınız? Onun sizə buraxdığı miras nə oldu? Zəhmət olmasa artıq şəhidimiz haqqında bizə məlumat verin. Zeynəddin əmi. Ağamalı Qüdrət Qəriboğlu bizim demək üçüncü qardaşım olub. O zəhmətkeş bir insan olub. Kolxozda işləyib uzun müddət. Hərbi xidmətə Rusiyaya gedib. Rusiyada hərbi xidmətdən qayıdandan sonra ailə qurub, 3 evladı olub. O demək könüllü olaraq müharibə başlayanda, bu 2-ci Qarabağ müharibəsi başlayanda könüllü olaraq Birinci Qarabağ müharibəsi 1-ci Qarabağ müharibəsində könüllü olaraq özünün müdafiə batalyonuna qoşulub Ağdərə rayonu və Ağdərə rayonunda Lülasas deyilən ərazidə ermənilərə qarşı vuruşublar, uzun müddət vuruşublar. Ancaq bu ermənilərin snayperdən açdığı güllə nəticəsində güclü yaralanıb. 11 il Papanində hospitalda yatıb. Ancaq siz devam edin. Siz devam edin. Allah səbir versin. Siz devam edin. İskəndər əmi. Bizim üçün həqiqətən bizə çox ağır olub. Onun 3 evladı qalıb. Biz onlara köməklik eləmişik, böyütmüşük, saxlamışıq. Neçə qız oğlan, 2 qızı olub, bir oğlu. 2 qızı bir oğlu olubdu, hə. Onun əskərə yola salarkən, yəni daha doğrusu könüllülər batalyonuna, özü müdafiə batalyonuna yola salarkən o anı necə xatırlayırsınız? O çox belə sevilə-sevilə, ürəklə, vətən torpağını qorumaq məqsədi ilə o gedib. Nə qədər təkid eləmişik ki, ola bilər ki, biraz o getməyəsən, biraz vaxtı deyib, yox, bəs siz getmirsiniz, mən getməyim, kim getsin, vətəni kim o? Demişsiniz, 3 dənə balam var, biraz sədr elə, bəlkə nəsə... Biz dedik, çox evladım var, müraciət eləyək, getməyəsən. O dedi, yox, hökmən getməliyəm. O getdi orada. Hardan yola saldınız? Biz Qarabağlıdan? Tərtər rayonundan. Tərtərdən yola saldınız? Tərtərdən yola salmışıq. Yola saldınız, getdi. Xəbəri nə vaxt eşitdiniz? Biz xəbəri elə bir ki, yanvarın 14-də yaralanmışdı. yaralanmışdı. Buyurun, Zəhmət olmasa Şənəli. O Papalin hospitalına yerləşdirildi. 1994-cü il yanvarı. 94-də Yanvarında o həkimlərin səyinə baxmayaraq şəhid oldu. Şəhid oldu. Allah rəhmət eləsin. Snayperlə vurmuşdular, vurmuşdu. bağırsaqlarını dökmüşdü. Bilirsiniz, bu adamın o qədər torpağa, elə, vətənə bağlılığı var idi ki, ulu babalarımızın o torpaqlarına həsrətlə yanaşırdı. Deyirdi ki, kaş Allahın altında qisməti olaydı. Mən də gedib o, sən getdiyin kimi mən də gedib o yerləri görə biləydim. Arzusunda olub həmişə. Arzu eləyib ki, elə bu müharibə bizə başlayanda arzu eləyibdi ki, elə mən də gedim, bəlkə mənim də bir köməkliyim dəyər, mən də bir torpağın bir qoruyucusu kimi mən də iştirak eləyərəm. Bu ermənilər gələ-gələ bizim torpağımızı ala-ala gəlib gəlib bizi qısınıyıblar, Xəzər dənizinə tökmək istəyirlər. Ermənistanı böyütmək istəyirlər, böyük Ermənistan dövləti yaratmaq istəyirlər. Bizim axırımız, hamımız
Getməli, hamı qalxmalıdır, ayağa, hamı vuruşmalıdır. Öz vətənini, torpağını qorumalıdır. Bizim o məqsədini, biz onu dayandıra bilmədik, saxlaya bilmədik. O ürəyində o qədər vətən sevgisi, xalq sevgisi, torpaq sevgisi var idi ki, elə can atırdı ki, əvvəldən getmək istəyirdi. Həmişə çalışırdı ki, getsin, vuruşsun. Çünki o erməniləri tanıyırdı. O ermənilər bizim yaxın kəndimizdə yaşayırdılar. Onların bütün xislətini bilirdi. Daha o erməni dilini də bilirdi. Erməni dilini yaxşı bilirdi. O istəyirdi ki, elə gedə o milləti, o hayfını çıxsın onlardan. Zeynalabdin əmi, artıq baxıram ki, çox həyəcanlanırsınız, verilişi davam etdirə bilmirəm. Xatirələrinizdən varsa paylaşın, onun övladları ilə bağlı, övladların təhsil haqqına bağlı, nəvələrinizlə bağlı. Neçə nəvəniz var? Bizim 13 şəhidin 4 nəfəsi var. Şəhidin 4 nəvəsi var. İndi Allah'a şükür hər birinə hökumətimiz, dövlətimiz yardım eləyib, köməkli eləyib, ev verib, ona torpaq sahəsi verib, köməkli eləyib, sağ olsun dövlətimiz, xalqımız. Hamısı köməkli eləyib, bizlə qarışıq. Köməkliyin nəticəsində onun balaları, ailə qurublar, evləniblər. Hərəsinin 2-3 evladı var. Sağ olsun dövlətimiz, xalqımız. İnşallah bizim oradakı baba torpaqlarımız, inşallah biz də qayıdarıq, öz torpaqlarımızı alarıq. Bizim həmişə ümidimiz, istəyimiz Qərbi Azərbaycana qayıtmaq, baba torpaqlarımızı almaq, orada yaşamaq fikrimiz var. Siz də xoş gəlmişsiniz, sizə də minnətdarlıq edirik. Allah təala sağ olun. İskəndər əmi, sizin neçə yaşınız var? 65 yaşım var. 65 yaşınız var. Neçə nəvəniz var? Hal-hazırda 4 nəfəm var. O 4'ün 4'ü də həmin qardaşımın qız evlatlarıdır. İkisi birinin, ikisi də birinin. Şəhidin adını hələ ki Qoymuş. Nəvəmə qoymuş. hansı nəvənizdir? Böyük Oğul nəvəsinə. Oğul nəvəsinə qoymuş. Neçə yaş var nəvənizin? Şəhidin adını daşıyan Qüdrət. 12 yaşı var. Qüdrətin adını daşıyır. 12 yaşı var. Daşıyır, 12 yaşı var hal-hazırda. Allah nəzərdən qorusun. Qoymuş, adını yaşadı. Adını yaşadırsınız. Adına küçə Yox, elə bir. Abidəzad qoyublar. abidə qoyublar. Hə, demişsiniz, verirsən demiş ki, abidə qoyublar. Orada Dövlətimiz qoyublar. sağ olsun. Şəhidlərimizə qayğısı böyükdür. Var eləyə qoyulur. Yəni, dövlət tərəfindən qayğı ilə əhatə olunur. Sağ olsun, dövlətimiz var olsun. Əziz tamaşaçılar, bir verilişimizin sonuna gəldik. Həsəd və Ümid verilişinin bugünkü qonaqları əslən Qərbi Azərbaycanın Paşalı rayonu Tev kəndindən 1928-ci ildə ermənilər tərəfindən deportasiya olunmuş Cabbarov Zeynalabdin Qəriboğlu'nun ailəsindəyik. Onların babaları bildirilmiş ki, qeyd etdiyim kimi birinci mərhələli deportasiyanın birincisinin qurbanı olublar. Onların bu şəhid ailəsidir. Şəhidimiz Ağamaliyev Qüdrət Qəriboğlu qeyd etdiyim kimi 93-cü ildə Könüllülər batalonuna getmiş, vətənimizin azadlığı uğrunda mübarizəyə qalxmış, 94-cü ildə şəhid olmuşdu. Şəhidimizin qardaşı Ağamaliyev İskəndər Qəriboğlu. Artıq bir verilişimizin sonuna gəldik. Zeynalabdin əmi, İskəndər əmi, bizə şəhid ailəsi kimi xeyirdanız deyin yekunlaşdıraq bundan. Sizə də arzu edirik həmişə sizlə bir yerdə o vətənimizə, o torpaqlarımıza qayıdaq. Orada şərait yaradaq, elimizə, obamıza xeyirli bir evlad kimi nəvə nəticə yetişdirək, saxlayaq. Vətənimizi sevək, vətənimizə həmişə belə xoş günlər arzulayaq, elimizə, vətənimizə, prezidentimizə can sağlığı arzulayırıq. Onun daxili, xarici siyasətini bəyənirik, dəstəkləyirik. Biz hal-hazırda yaxşı bir şəraitdə yaşayırıq. Biz həmişə arzularmışıq ki, həmişə bax, belə bir günlərdə sizlə bir yerdə görüşək. Siz də xoş gəlmişsiniz. Bizi işıqlandırdığınıza görə, bir şəhid ailəsi kimi bizə xidmət göstərdiyinizə görə minnətdarıq. Sağ olun, var olun, xoş gəlmişsiniz. Çox sağ təşəkkür ederim. İskəndər əmi. Sizin bu verilişiniz uzun ömürlü olsun. Sizə çox təşəkkür edirik
ki bizi işıqlandırdığınıza görə şəxsən sizə Ceyhun müəllim minnətdarlığımızı bildirirsiniz ki, bizi işıqlandırırsınız. Şəhidimizə qiymət verirsiniz. Estağfurullah, bizim boynumuzun borcudur. Allah şəhidlərimizə qəni-qəni rəhmət eləsin, məkanlar Bütün cənnət olsun. şəhidlər bizə Allah Bəli, rəhmət bütün eləsin. şəhidlərimizə Allah rəhmət eləsin. Artıq verilişimizin sonuna gəldik. Əziz tamaşaçılar, Həsəd və Ümid verilişinin növbəti buraxılışı da burada sonlandı. Növbəti verilişlərdə görüşmək ümidi ilə Allaha əmanət olun. Görüşərik. Çox sağ olun. Sağ olun.